Salam, sertifikasiyaya düşmüş bəzi sualların izahına baxaq. Deməli, 80 qram natrium hidroksid suda həll edilərək 400 ml məhlul alınır. Sonra bu məhluldan 100 ml götürüb 150 ml su əlavə edildi. Alınan məhlulun molar qatlığını hesablayın. Deməli, 80 qramı müəyyən miqdar suda həll edilib 400 ml məhlul alınıb və buradan 100 ml götürülür. 100 ml 400-ün 4də 1 hissəsidir. 100 ml-in tərkibində demək natrium hidroksidin də 4də 1 hissəsi düşür. Yəni 80-in 4də 1 hissəsi 20 qram edir. Demək 100-ün tərkibində 20 qram natrium hidroksid var və bura 150 ml su əlavə ediblər. Məhlulumuz oldu 250 ml. Bu da eləyir 0,25 litr. Deməli 20 qram natrium hidroksidimiz də neçə mol eləyir? 40 qramın 1 moldursa 20 x da bizə verəcək 0,5 mol. Deməli nüyümüz 0,5, V-miz 0,25, C də nəyə bərabərdir? Nü bölünsün V. O da bərabərdir 0,5 bölünsün 0,25. Buradan da alırıq 2.